Salam əziz abituriyentlər. Bugün sizinlə simvol kodlaşdırmasında istifadə olunan kodlaşdırma sistemləri haqqında məlumat alaraq ən çox istifadə olunan kodlaşdırma sistemləri ASCII və Unicode-dur. Bilirik ki, və yaxud da ki, öyrədirik ki, əgər testdə ASCII və yaxud da Unicode hər hansı bir kodlaşdırma sistemləri verilməyibsə, standart olaraq bir ASCII-dən istifadə edirik. Gəlin isə indi ASCII və Unicode kodlaşdırma sistemləri haqqında ayrı-ayrıda məlumat alaq. Deməli, birinci ASCII-dən başlayaq. ASCII kodlaşdırma sistemində bir simvol, 1 byte yaxud da ki 8 bitə bərabərdir. Unicode kodlaşdırma sistemində bir simvol 2 byte yaxud da ki 16 bitə bərabərdir. Gəlin biz hər hansı bir söz yazaraq onun ASCII və Unicode-dakı həcmini hesablayaq. Deməli, yazaq da ki, bura informatika. Əvvəlcə bunun ASCII-də həcmini hesablayaq. ASCII-də simvolları sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, əvvəlcə bitlə hesablayaq, sonra byte-la. Deməli, 11 simvol vurulsun 8 bitə bərabərdir 88 bit. 11 simvol vurulsun 1 byte bərabərdir. Deməli, 11 byte. Bu ASCII-də həcmdə, Unicode-da həcminə baxaq. Unicode-da həcminə baxaq. 11 simvol vurulsun, deməli 16 bitə. Bitə vuraq, deməli 11 vurulsun 16-ya, deməli 6, 7, 176 bit. 11 simvol vurulsun 2 byte-a, bu da bərabərdir, deməli 22 byte şəklində hesablanır. Ola bilər ki, hər hansı bir bölümdə dırnaq işarəsi daxilində nə varsa, boşluq işarəsi belə olsa, yəni ki, boşluq simvolu var, boşluq simvolu belə 1 byte-a, yəni bərabər, onun həcmi var. Yəni, dırnaq işarəsi daxilində bizə testdə nə verilsə, yəni dırnaq işarəsi daxil olan hər bir simvolun sayı nəzərdə tutulur və hər hansı kodlaşdırma sistemində verilibsə, o kodlaşdırma sisteminə uyğun byte və ya bitlə həcmi tapılır.